Oğlan uşağı gəlir, əzələ bu boyda, xaya bu boyda. Son 30-40 illərdə testosteron o qədər aşağı düşübdür. Somatrop hormonu da ən güclü pi əridən bir hormondur. Hansı çəkin üzərində adama köklüyorsunuz? Daha çox bu infarkt, insult riskinə rast gəlir. Testosteron xolesterinsiz sintez oluna bilməz. Testosteron sümüklərin möhkəmlənməsidir. 25 yaşında oğlan uşağı buraxırıq zala, orada hansısa trener deyir, bunu bu siz məncə o çox ciddi bir problemlər. Alfa Xrom artıq çəkidən azad ol. Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə kanalında Sağlam Həyat layihəsi davam edir. Bugünkü mövzumuz cinsi istəksizlik və bunun piylənmə ilə əlaqəsidir. Qonaqlarımız isə Medikus klinikasının həkimi, uroloq, androloq, cərrah Namiq İsmayılovdur. Xoş gəlmisiniz Namiq bəy, salamlayırıq sizi. Eyni zamanda həkimimiz Humay xanım Fərzəliyevədir. Humay xanım, sizi də xoş gördük. Bugün biz cinsi istəksizliklə piylənmə haqqında danışacağıq. Namiq bəy, istəyirəm ki, sizə sualı yönəldim. Müəyyən ixtisasınıza uyğun suallarda, həm də bu da sizin. Sonraki bizim müalicə prosedurlarında Alfa Xrom qida əlavəmiz var. Bu haqda Humay xanım danışacaq. Ümumiyyətlə artıq çəki nəyə görə kişilərdə cinsi istəksizliyə səbəb olur? Testosteron bədənimizdə xayalar ifraz eləyir. Bu aktiv yoldan da gedə bilər, dehidrotestosterona, alfa reduktazanı hesabına gedə bilər aktiv testosteron. Aromatizasiya olsa, məsələn, testosteron yaxşıdır, bu oğlan genetik sağlam oğlandır. Ancaq özünə baxmır, pivə içir, siqaretdir, belədir, oturaq həyat. Buna aromatizasiya gedəcək, o testosteron çevriləcək estrogenə. Estrogen də qarın nahəsində pidir, müəyyən piylənmədir qaraciyərdə, gətirib artıq ajreniya çatdıracaq. Əslində biz indi buna siz artıq çəki piylənmə deyirsiniz. Bu xarici ədəbiyyatlarda, guideline-da da buna metabolik sindrom kimi baxılır. Bunlar metabolik sindrom kimi baxılır. Artıq çəki, saxarlı diabet, hipertoniya bu onun elə bir ki davamçısı kimi gəlir. Piylənmə sırası da arxasından gəlir. Hipertonik xəstəlik, ajreniya, hipertonik xəstəlik, ürək xəstəlikləri, bunlar hamısı şəkərli diabet, bunlar hamısı o ajreniyanın eləminci fəsadı kimi gəlir. Bir də ki, bu artıq çəki haqqında deyəndə biz bir şey qeyd eləməliyik ki, elə insanlar var ki, onların bunda günahı yoxdur. Məsələn, deyək, miksidema, hipofunksiya, qalxanıbəri vəzin hipofunksiyası. Bu insanda miksidemadır, yəni qalxanıbəri vəz yaxşı işləmir. Bu kökəlir, bunun günahı yoxdur. Bu idman da eləsə, qida da eləsə, bu hormonal faktordur. Ya deyək, içenka-kuşinqa, adrenokortikotropnik hormon deyilən bir böyrəküstü vəzin hormonudur. Onun satmamazlığıdır. Bu kuşinqoid deyilən bir simptom. Genetik xəstəliklər var, bu da köklüyə gətirir. Burada insanın bir günahı yoxdur. Amma əksər hallarda insan öz-özünə eləyir. Düzgün qidalanmır. Məsələn, gecə rejimində yeməklər yeyir, hərəkətsiz olur, zülal əvəzində karbohidratlar qəbul eləyir. Bu arada, məsələn, yeməklər arasında atışdırma da, bunlar hamısı insulinə çox böyük. Şirniyyət, karbohidratlar gedir, xəmir yeməyidir. Xəmir yeməyidir, şirniyyət də başlayenidir. Namiq bəy, son dövrlərin statistikasına görə Azərbaycanda kişi sonsuzluğu ilə qadın sonsuzluğu arasındakı demək olar ki, eynidir, yəni 50-50-yədir. Yəni, bu haqda məlumat paylaşmışlar hətta. Bu artıq çəki, dediniz, testosteron səviyyəsindən aşağı salır. Amma burada indi sperma məsələsi var, onun testosteronla hansı bir əlaqəsi var? Yəni, artıq çəki sonsuzluğa da səbəb olurmu? Ümumiyyətlə, testosteron deyilən hormon harada sintez olunur, mən sizə dedim. Bu testosteronun bir neçə funksiyası var. Bu insanın, kişinin muskulaturasıdır, sümüklərinin möhkəm olmasıdır. Bu muskulatura, bəli, odur, libidosudur, libido cinsi həvəsdir,
da bir funksiyası da bu spermatogenez funksiyasıdır testosteron. Yəni testosteron azdırsa da spermatogenez də təbii ki aşağı olacaqdır. Bax bu testosteronun da deaktivləşdirən bu piylənmədir, artıq çəkidir. Bilirəm, indi mən onu hərdən bir pasientlərə deyəndə deyir ki, biz tanıyırıq, kök adamdır, uşağı da var, bu var. Olur, elə də olur. Amma belə yekunda götürəndə testosteron vaxtından əvvəl testosteron düşüklüyü olur kök adamlarda. Testosteronun da aşağı olması cinsi həvəssizlik, cinsi zəiflik, özünə özgüvənlik də edir. Təbii, əlbəttə ki, spermatogenezə birbaşa testosteron idarə edir. Orada düzdür FSH qarmonu var. Hansı ki spermatogenezi idarə edir, amma hamısının başında testosteron durur. Arıqlayanda nə baş verir? Məsələn, tutaq ki 100 kiloqram bir kişi arıqladı, oldu 90 kiloqram, 85 kiloqram. Testosteron səviyyəsi falan, həyat keyfiyyəti necə dəyişir? Siz orada belə birbaşa korrelyasiya indi onu mən sizə deyə bilməyəcəm. Korrelyasiyada yəni 10 kilo düşəndə nə qədər qalxır da. Amma ümumi biz bilirik ki, insan lazımsız çəkini itirəndə, bu azad olanda prinsip bu qarın piyi var da, qarın piyi. Bu sindrom Abkradova deyirlər, oğurluq sindromu. Məsələn, aortadan gələn damarlardır, aşağı gəlirlər də, cinsi orqanlarda da. Bu qarın piyi qanın əksər hissəsini oğurlayırsa da, aşağı orqanlara, mal-itaza, cinsi orqanlara az gedir qan. Çünki oğurlayır hamısı. Bu qarın piyi nə qədər çox olsa, qan da o qədər oğurlanır, aşağı az gedir. Bu da sizə elə ən belə yavni cinsi zəifliyin bir səbəbi. İkinci tərəfdən kök adamlarda mən sizə dediyim kimi deaktiv olur testosteron. Testosteronun əksər hissəsi 97-98% qapalı vəziyyətdə qalır, bağlı vəziyyətdə qalır. Testosteron bağlayıcı zülaldır. O da qaraciyərdə piylənəndə əmələ gəlir. Sonra da keçir aromatizasiya, estrogenləri çox olur, ginekamastiya, yekə qarın və başlayır kişinin belə libidosu aşağı düşməyə, idmana həvəsi olmur. İndi parokini kruqdur da, biri-birinə gətirir, şey eləyir. O kişini belə deyək də ayaqda saxlayan hormondur da, yəni kişi kimi ayaqda saxlayır. Yəni testosteron axır bir illərdə, bu son 30-40 illərdə testosteron o qədər aşağı düşübdür. Kişi ümumiyyətcə testosteron kişilərdə. Yəni belə deyək 60-cı ilin kişilərlə indiki kişilərə götürsək, oranın testosteronu qat-qat çox olur. İllər keçdikcə çox, bu müəssirləşdikcə, bu modernizasiya olduqca testosteron səviyyəsi də düşür. Namiq bəy, piylənmədən yaxa qurtarmaq üçün nələr etmək lazımdır? Bir sizin fikrinizi alım, sonra da Umay xanım sizlə də fikrimizi alacağıq və bizim bu alfa-xrom qida əlavəsinin hansı təsirləri var, bu barədə sizlə danışarıq. Öncə Namiq bəyin fikirlərini alaq ki, necə eləyək ki, biz piylənmədən yaxa qurtaraq? Öncə mən xatırladım ki, əgər qarşımızda belə bir pasiyent durursa da piylənməklə, artıq çəki ilə, biz araşdırmalıyıq bu insanın hormonal problemi. Bəlkə bunun günahı yoxdur, bəlkə bu yemək yemir. Bəlkə bu idman da eləyir, məsələn, başardığı qədər, dietada saxlayır, amma kökdür. Biz araşdırmalıyıq ki, bunun hormonal funksiyası var, yoxsa yoxdur. Qalxan vəri bəzdir, somatrop hormondur, ən güclü pi parçalayan hormondur, somatrop hormondur. Böyrək üstü bəzdir, adrenokortikotrop hormondur. Yəni biz bu testosteronu, estrogeni nə vəziyyətdədir? Biz bunları araşdırmalıyıq. Yox, gördük ki, bu insan normaldır, elə bir yoxdur, yalnız şəkəri qalxıb, insulini qalxıb. Bilirik ki, bu alimentar faktora bağlı bir şeydir, bunun həyat tərzinə bağlıdır. Yediyi qidanın keyfiyyətinə, hipodinamiya deyilən bir hərəkətsizlikdə, yəni həyat rejiminə, yuxusuzluqdur, çox piylənmə verən. Çünki yuxusuz qalan insanlarda somatrop hormonun sintezi azalır. Somatrop hormonu da ən güclü pi əridən bir
hormondur. Elmi adı elədir, yoxsa siz rus dilində olanı deyirsiniz? Boy hormonu da sizin dildə deyək. Boy hormonu, melatonin. Somatrop, niyə? Somatrop hormon. Hə, boy O hormonu. Azərbaycan dilində də elədir. Somatrop hormon. Boy hormonu bu gipofizdə sintez olunur. 11-dən 3-ə qədər bu bədəndə bunun ifrazı gedir. Gecə qaranlıq otaq. Bəli, qaranlıq, işıq gərək olmasın, bəli, tamamilə doğru. Yəni bu insan səhərə qədər oturur, çatda, telefonda 3-də 4-də yatırsa, ondan sonra istəyir 12 saat yatsın, somatrop hormon olmayacaq. Çünki melatonin sintezdə pozulur, epifiz vəzinin hormonudur. O da cavanlıq şeydir. Melatonin insanı cavan saxlayır. Somatrop hormonudur. Bir başa düşdüm ki, həyat tərzini dəyişmək başqa, amma həm də bəzi insanlar var ki, bunlar artıq bunlara müəyyən belə deyək də dərman vermək lazımdır, hormonlarını düzəltmək lazımdır, qida əlavələri ilə, nələrləsə bunları o vəziyyətdən çıxartmaq lazımdır da. İndi Yəni hamı həyat tərzini düzəltsə sağalar mı məsələn? Hamı. İndi cavan nəslə biz onu yönəldə bilərik həyata. Amma indi 50-60 yaşında insan gəlirsə, orada əlbəttə ki, zboy çox olur da. Yəni insulin sistemində də, başqa hormonlarda olur. Orada əlbəttə ki, biz müəyyən medikamentoz köməklik eləməliyik. Amma tövsiyəm odur ki, hər bir kök insan o mütləq onun qarşısını nə qədər tez alsa o qədər yaxşıdır. Yəni peşəkar həkim onu düzgün istiqamətə salmalıdır. Hansı çəkin üzərində adama kök deyirsiniz? Qarnı qabağa çıxan hər adam kökdürmür məsələn. Yer gəlmişkən məndə də var. Yox, siz kök sayılmısınız. Kök sayılmısınız. İndi qarın o idmançıların da əksəriyyətində olur. İdman atandan sonra bir müddət. Çünki qarın əzələsini işə salmaq çox çətindir. Onu çox adam bilmir nədir. Bir yaşada olduqca qarın biraz çıxır. Ona kök deməzlər, yox. Konkret belə kiloqramda olaraq indi onun boyuna, buxununa bədən baxır. kütlə indeksinə baxılmalı. Yəni baxanda o vizual. Umar xanım, sualı mən cavablandıraram, rahatlıqla Navid bəyə kömək eləyərəm. Umar xanım həm cavablandırsın bu sualı, həm də Umar xanım bizim alfa-xrom qida əlavəsi haqqında danışarsınız. Kök adamlar kimlərdir? Və dediyimiz kimi bu arıqlaya bilməyən, təbii yollarla, qidalarla arıqlaya bilməyən insanlara bu alfa-xrom necə təsir edir? Alfa-xrom da əziz dostlar qida əlavəsidir, yəni dərman vasitəsi deyil. Ona görə də tərkibi xrom və alfa-lipoid turşusudur. Daha ətraflı Umar xanım sizə məlumat verəcək. Təşəkkür edirəm sualınız üçün. Birinci sualınıza biraz açıqlama vermək istəyirəm. Əminəm ki, bizi dinləyən, yəni ümumiyyətlə piyələnmə haqqında podkastları dinləyən hər bir kəs birinci növbədə araşdıracaq ki, onda piyələnmə var, yoxsa yoxdur. Əslində çox rahat meyarlar var bunu ölçə biləcək. Bədən çəki indeksi deyilən, bütün dünyada qəbul olunan bir formul var. Boyun çəkiyə münasibəti çox rahat internetdə də əldə oluna biləcək bir formuldur. Bunun göstəriciləri 25 rəqəmin üzərində olduğu təqdirdə artıq çəki hesab olunur. Amma 30-un üzərinə keçəcəyi təqdirdə artıq piyələnmə diaqnozu qoyula bilir və hətta piyələnmənin dərəcələrinə görə 1-2-3-cü dərəcə ağırlığında təsnif oluna bilir. İkinci bir göstərici var. Misal üçün belə bir fikir irəli sürülür ki, bayaq həkimimiz Namiq bəy bildirdi. Əslində qarın tipli piyələnmə, yəni visceral daxili piyələnmə ola bilsin metabolik sindrom adlanmaqla ümumi piyələnmədən bəzən daha təhlükəli ola bilir. Çünki orqanizmdə birbaşa yağ mübadiləsində mənfi təsir göstərir. Qaraciyər piyələnməsinin ürək-damar xəstəliklərinə artmış riskini, istər infarkt, istər insultun yaranmasına səbəb ola bilir. Buna arterial hipertoniya və s. Buna görə də qarın tipli piyələnmə bəlkə də nəzərə çarpıb, bilikli olaraq nəzərə çarpmaqla daha tez təbil vurmağa vadar eləyə bilər. Bunu da ölçməyin çox rahat yolu var. Qadınlarda bel dairəsi, yəni bel ölçüsü talya 88 sm-in üzərində, kişilərdə 94 sm-in üzərində olduğunda artıq qarın tipli piyələnmə diaqnozu qoyula bilər. Sözsüz ki, bunu tamamlamaq üçün digər göstəricilər də olmalıdır. Qanda xolesterin, triqliseridlərin miqdarı ölçülür. Yəni doğru dildə insanlar bunu
zərərli, xeyirli xolesterin kimi ayırd edirlər. İnsulin həssaslığı, insulin dirənci deyilən məfhumlar var. Bunlar ölçülür və s. Və sözsüz ki, burada artıq mütəxəssis rəyi önəmlidir. Çünki doktorun söylədiyi kimi, əgər bu piyələnmənin səbəbində hər hansı hormonal pozğunluq yatarsa, bunu mütəxəssissiz müalicə etmək çox çətin ola bilər. Amma hərgah alimentar faktor daha ön plana gəlirsə, qeyri-düzgün həyat tərzi və mütləq surətdə qeyri-düzgün qidalanma, burada biz bilirik ki, önə gələn nədir? Qida rejiminin düzəldilməsi, qida porsiyalarının dəyişdirilməsi, qida tərkibindən o rahat, asan həzm olunan karbohidratların çıxarılması, şəkərdən imtina və s. Düzdür, bunlar bir gün, 2 gün olan şey deyil. Tədricən olur. Fiziki aktivlik həddən artıq önəmlidir. Yuxu rejiminin normallaşdırılması önəmlidir. Emosional statusun həmişə pozitivdə saxlanması önəmlidir və mütləq surətdə öz bədənini, orqanizmini yaxşı lazımdır. Zaten bu təhlükələri bilən insan avtomatik olaraq arıqlama proqramına başlayacaqdır. Azərbaycan qida məhsulları, bioloji aktiv qida məhsulları arasında alfa-xrom adlanan maddə var, hansının ki tərkibində siz vurğuladığınız kimi xrom və alfa-lipoid turşusu var. Piyələnmənin əksər səbəblərindən biri insulin dirənci olduğuna görə, bu insulin dirənci də çox vaxt dolayı yolda qeyri-düzgün qidalanmadan qaynaqlandığına görə həyat tərzi heç, qidalanma tərzində yanaşı dəyişikliklərlə xrom tərkibli maddələrin qəbulu bəzən çox gözəl fayda verir. İnsulin direncini aradan qaldırır, şəkərə meyli azaldır, iştahın meyli azaldır, iştah azaldır. Bundan başqa alfa-lipoid turşusu adlanan maddə yağ mübadiləsində aktiv iştirak edir, qaraciyər piyələnməsini aradan qaldırır, kompleks müalicədə aktiv iştirak edir. Xolesterinin təsirindən ateroskleroz, yəni qan damarlarının zədələnməsinin qarşısını alır və kənardan görsənən effektlər nədir? Bədən çəkisinin və sırf qarın nahiyəsində olan piyələnmənin tədricən azalmasını pasientlər özləri müşahidə edə bilirlər. Bundan başqa, Namiq bəyin də təklif etdiyi kimi fiziki aktivlik, hansı ki mütləq şəkildə artırılmalıdır və kişilər də çox vaxt arıqlama proqramının içində ona üstünlük verir, idman zallarına üst tuturlar və s. Burada ilk olaraq da oynaq və əzələlər də yükə məruz qalır. Bax, bu halda alfa-lipoid turşusu çox effektiv antioksidant olduğuna görə əzələlərin artmış fiziki yük nəticəsində oksidativ stresini, yəni zədələnməsində qarşısını ala bilir. Bu yandan da yağları parçalamaqla əzələlərə enerji şəklində depo verir və arıqlama proqramına alfa-xrom tipli preparatın daxil olunması ümumi effektivliyin artırır. Həm bədən çəkisinin azalmasına, həm də qanda zərərli xolesterin miqdarının aşağı düşməsinə gətirib çıxara bilir. Umar xanım, bizim bir neçə müsahibəmiz olub. Yəni bu qida əlavəsi haqqında danışmışam. Şərhlərdən gələn şərhlərdən mən sual vermək istəyirəm ki, məsələn, eləsi yazır ki, mən atdım, faydasını görmədim. Amma mən ona yazdım ki, siz əlavə olaraq hərəkət etdinizmi, qidada azaltma oldu mu, falan oldu mu? Təbii ki, yazdı o mənə ki, iştahım azaldı, qidanı az yeməyə başladım. Amma çəkim çox da elə də şeyləmədi, yəni dəyişmədi. Yəni, belə başa düşürəm ki, bu həm də fiziki aktivliklə bərabər olmalıdır bu məsələdə. Yalnız o deyil. Dediklərinizin hamısından razıyam. Pasiyentin də fikrinə əlbəttə ki, hörmətlə yanaşıram. Danışdığımız kimi, xrom tərkibində olan maddələr insulin direncini normallaşdırmaqla iştahı azaldır, şəkərə meyli azaldır. Pasiyent bu maddələri doğrudan da qida rasionundan çıxardı mı? Çünki bizim məqsədimiz nədir? Pəhriz saxlamağa yardım etmək və ac qaldığı zamanı insanda o hipoglikemiya kimi təzahür edən, yəni halsızlıq, baş gicələnmə, yorğunluq, əsməcə, ac qala bilmirəm deyən halları aradan qaldırmaq. Yəni sən bunu at ki, halın olsun ki, durub gedib gəzəsən də, bura 10 min atdım. Halın olsun ki, düzgün pəhriz saxlayasan. Amma bunu atıb sonra da gedib üstündən təzədən yeyib eyni şeyləri yemək, iştahım azaldı o demək deyil. İştahım azaldı, bəli, miqdar olaraq az yeyirsən. Bəs qidanın tərkibindən lazımsız maddələri çıxardı mı? Bir, alfa-lipoid turşusunun yağları parçalaması üçün təsəvvür edin, bir insana təxminən nə qədər zaman lazımdır ki 10 kilo artsın? Təxminən o qədər də zaman lazımdır ki, bu kiloları tədricən versin. Amma bir qədər də daha çox əziyyət çəkib, üzr istəyirəm, fiziki aktiv olmalıdır və həyat tərzində dediyimiz dəyişiklikləri etməlidir. 2-3 ay boyunca klinik tədqiqatlarda göstərilir ki, xrom qəbul edən pasientlərdən çəkidə azalma baş verir. O cümlədən ümumi orqanizmin sağlamlıq vəziyyətində xeyli üstünlüklər
faydalar ortaya çıxır. Ən qabarıq gözə çarpanı qanda xolesterinin miqdarının normallaşmasıdır. Eyni zamanda üstəlik də insulini belə deyək də, insulin Miqdarını aşağı dərəcəli salır. qıranı kimyəvi preparatlarda var, amma bu kimyəvi sayılmır da, qida əlavəsi. Qida sayılır. əlavəsi bütün dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə bioloji aktiv qida məhsulları hətta marketdə də əl çatandır. Bəli. Zaten verilən dozalarda, tövsiyə olunan dozalarda içildiyi zaman demək olar ki, yan təsir göstərmir. Amma sözsüz ki, təkrar həkim kimi, mən də Namiq bəy də həkim kimi biz tövsiyə edirik ki, ilk olaraq həkim müayinəsindən keçsin. Umay xanım, təşəkkür edirəm. Çox sağ olun. Geniş məlumat verdiyiniz üçün. Mən sonuncu sualımı Namiq bəyə yönləndirəcəm. Namiq bəy, siz müəyyən səbəblərdən danışdıq və bunun aradan qaldırılması üçün müəyyən şeyləri dedik. Son olaraq bilmək istəyirəm, bax, son dövrlərdə Azərbaycanda infarktların sayı artıb, insultların sayı artıb. Yəni bu sosial şəbəkələr çıxıb, biz bunu çox görürük. Ya da ki, həqiqətən də belədir. Xüsusən də kişilərdə daha çox bu infarkt, insult riskinə rast gəlinir. Hətta bəzi kişilər öz-özündə qadınlara belə şeyləyirlər ki, sizə heç nə olmur, nə olur, siz ağlayırsınız, eləyirsiniz, nə bilim, biz kişilərə infarkt keçiririk. Məncə testosteron hormonunun həm də bu infarktla, insultla əlaqəsi varmı? Çox sağ olun sualınız üçün. Öncə olan çıxışlarda sadalamışdım bu haqda. Bu infarkt nədir öncə deyim, bu bütün tamaşaçıların hamısı bilmir. İnfarkt, insult nə deməkdir? İnfarkt bu əzələ işləyir, miokard ürəkdə. Bəli, miokard deyirlər o əzəliyə. Bu işləyir, ora gətirən damar qanı çatdıra bilmir. Çatdıra bilmir, o qansızlıqdan o skleroz olur, kardioskleroz. Uca elastiklik itir, ürək damar dayanır. tutulur. Bəli. İnsult nədir? İnsult da elə bil ki, gemoragik insult, orada damar partlayır, qan sızır. O yenə də qan gedir, ora çatmır. Hansı orqana gedən bir damar tutulur və yaxud da qan çatır. Damar ya partlayır, gemoragik deyirlər. Damar partlayır, oranı qidalandıranmır. Ya da ki, müəyyən səbəblərdən damar tıxanı, ya ateroskleroz tıxanı, ya tromb. O da infarkta gətirir, qidalanmır həmin uchastok. O da gətirir. Bax, burada mən indi demişdim testosteron barəsindəki elastiklik, damarın elastikliğinə çox böyük əhəmiyyəti var. Amma çox vaxtda bu damarların, kardioloqlar bunu daha yaxşı bilirlər. Onlar anjiyo eləyən zaman görürlər ki, ürəyin əsas damarları var da, koronar arteriyalar var, belə şaxələri, onlar xırdalanırlar. Onların tıxaçlanmağı, yəni trombdan ya aterosklerozdan, qan az gəlir həmin yerlərə. Xolesterol da yəqin ki, xolesterin də əslində xolesterindən çox vaxt belə qorxurlar onun haqqında belə. Amma əslində xolesterin bizə lazım olan bir şeydir. Amma xolesterin yağ da oranın daralmasına səbəb olur da damarların, belə deyil. Bu siz yanlış fikirdir biraz. Elə deyil. Əslində orada lipoproteinlər var da, высокая плотность, низкая плотность, aşağı sıxlı, yuxarı sıxlı. Onların doymuş piylə, doymamış piylə. O xolesterin bizə lazımdır hormonlarımız üçün. Testosteron xolesterinsiz sintez oluna bilməz. Yəni bir neçə hormonlar, hansı jir rastvarimi, onlar hamısı xolesterin də onların tərkibində. Bizə xolesterin var. Ateroskleroz nə vaxt olur? Yalnız o damarın, sağlam damarda ateroskleroz olmur. Yalnız o damarın intima deyilən zədə olanda orayı başlayır yavaş-yavaş yapışır, adgeziya olunur, yavaş-yavaş orada tromba əmələ gəlir. O damarın intiması zədələnəndə. Ona görə də damarın o elastik olması çox önəmlidir ki, damar sağlam olsun. Sağlam damarda elə şey olmur. Amma bu artıq çəkili adamlarda testosteron az olur, elastiklik az olur damarlarda. Testosteron həm də damarların elastikliyi üçün. Testosteron sümüklərin möhkəmlənməsidir. Testosteron damarların elastikliyidir. Testosteron nastroyeniyamızdır bizim. Deymək, gülmək. Testosteron bizim libidomuzdur. Testosteron spermatogenezdir. Testosteron uqlivodniyamız, şəkərin tənzimləməsində iştirak edən bir hormondur. Yəni testosteron yüksək olan adamlarda şəkər də hər saat olmur.
Yəni mən öncə çıxışlarımda demişdim ki, bu endokrinoloq göndərən xəstələrdə bu hansı ki, testosteron tətbiq edəndən sonra şəkər də enir. Yəni illərlə endokrinoloq bunun şəkərini sala bilmir. Testosteron buna tətbiq edilir sonra şəkər testosteron vurur, insan başlayır hərəkət eləməyə, şəkər. Düzdür, orada da şəkər birinci tip var, ikinci tipli var. Ondan çox şey asılıdır. Testosteron jirovoy obmena, piyin, mən üzr istəyirəm Azərbaycanda deyəmirəm, jirovoy obmena təsiri var. Uqlivodlu bu şəkərin təsiri var. Mineralizasiya kostey, sümüklərin kalsi ilə asnoşeniyasında support olmasına da çox önəmi var testosteronun. Yəni testosteron deyəndə çox adam deyir, testosteron belə cinsi fəaliyyəti fikirləşir, amma əslində yox. Namil, son dövrlərdə bu gənc idmançıları görürəm mən zallarda falan testosteron hormonu vurdururlar. Amma ki baxırsan sağlam adamdır. Yəni bu özündə istehsal olunur da bu zaten. Yəni kənardan testosteron hormonunun qəbuluna necə baxırsınız siz? Bilirsiniz, cavan insana əgər o normaldırsa da, o nəticə üçün testosteron vurmaq mən heç vaxt tövsiyə eləmirəm. 25 yaşında, 30 yaşında insan nəyə lazımdır o? Birincisi, peşəkar idmanda hardasa da biz ona yol verə bilərik, peşəkar idmanda. Amma Lübityeski özün üçün eləsəncə testosteron qətiyyən mən tövsiyə etmərəm. Bədən özü tənbəlləşir də, kənardan gəldiyinə görə. Dışarıdan gələn testosteron sindrom atmeni deyirlər. Siz onu vurdunuzsa da izvniyə, kənardan. Leyding hüceyrələri, orada xayada 2 hüceyrə var, sertoli bir də leyding. Leyding hüceyrələri testosteron sintezi. Yəni, kənarda testosteron normaldırsa da insan elə qurulur. Siqnal gedir reseptorlardan, testosteron var, özünkü dayanır. Özünkü dayanır 1 ay, 2 ay, 3 ay sonra atrofiya olur. Tənbəlləşir də. Yəni insan kimi də bizə də hər gün pul versələr işə gedərik, yox. Yoxdur, gedir işləmək. Mən sizə bir sual verim. Bax, fikir verirsiniz tibetski medisina, kitayski medisina, onlar məsələn, onlarda var, shiatsu var, taijutsu, gimnastikalar. Onların prinsipi nədir? Özümüzün rezervimiz kifayət qədər var. Qan devranını həmin orqanda yaxşılaşdırmaqdan onun sintezini artırmaq. Bunlar kobud deyirəm də, onların prinsipi odur. Qaraciyərdə depolanıb, zadətən sən hərəkət eləməsən. Qaraciyərə qan devranını qanyet eləyirlər. Hansı hərəkətlərdə, məsələn, shiatsu var, hər səhər masaj eləmək qaraciyəri, ayağı dalı atıb, jiu-jitsu idmanına məşğul olanlar bilirlər, o gimnastikada ayağı atıb dalda belə dururlar, o qaraciyəri qanı yaxşı gətirir. O, yəni prinsipini deyirəm, ümumiyyətlə o gimnastikalarında taijutsu var, shiatsu var, müəyyən vastoçlu, tibetski medisinalarda belə bir şeylər var. Onlar bu qan gətirməkdir ora. Bax, siz də məsələn, amma bizdə nətər? Getdi tabletka atdı, bir müddət yaxşı, bəs sonra tabletka nə qədər atacaqdır? İndi qaydaq sizin o suala, gənc idmançıların steroidləri vurmaqla. Steroid iki cür olur. Biri anabolik steroidlər, əzələnin kütləsini artıran, biri də var androgen effekti olan steroidlər. Yəni bu steroidlərin gənc vaxtı zamanı vurmağını mən bir peşəkar idmançı kimi, bir androloq kimi, yəni artıq mən uzun müddətdə bu sahədə çalışıram, mən bunu tövsiyə etmirəm. Amma indi bir yaşı keçəndən sonra, o mütləq dərəcədə olmalıdır. QZT, hormonal nizamistitin terapiya. Yəni mən bir uzun müddət Avropada da çalışmışam, tez-tez olmuşam xarici ölkələrdə, orada bir 6 ay, 8 ay eğitimlər keçmişik biz. Bütün dünya bunu tətbiq edir. Burada bir şey yoxdur. Ancaq tabii 25 yaşında oğlan uşağını buraxırıq zala, orada hansısa trener deyir, bunu vur. O, siz məncə o çox ciddi bir problemlərdir. Mən çox gəlim mənim yanıma. Oğlan uşağı gəlir, əzələsi bu boyda, üzr istəyirəm xanımlardan, əzələ bu boyda, xaya bu boyda. Əzələsini şişirdi, o bir şey görüb bu boyda qalıbdı. Xaya yoxdur. Sperması sıfır, testosteron daimi, testosteronu yaxşı, dışarıdan vurdu, daimi vurdu. Bəs sperman nə edəcək? Xayasını çərtirik ki, oradan bir material götürək,
mayalandıraq, süni mayalanma. Orada da bir şey tapırıq. Çünki xaya atrofik vəziyyətdədir. Əziz dostlar, məncə kifayət qədər maarifləndirici bir verilişimiz oldu. Cinsi istəksizliklə piyələnmənin əlaqəsindən danışdıq və təbii ki, bunun aradan qaldırılması yollarından danışdıq. Sponsorumuz Alfa Xrom qida əlavələrinə də təşəkkür edirik. Namiq bəy, sizə də təşəkkür edirik. Sizə də təşəkkür edirik. Çox sağ olun, var olasınız. Əziz dostlar, videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Hansısa bir sual yaransa sizdə şərhə yazın, biz yenə bir yerə toplaşaraq müzakirə edərik.